Salamlar, Fərqində Söhbətlər podkastının ikinci üzbəüz görüşünə xoş gəlmisiniz. Əgər Bakıdaykən biz istədik bu fürsəti dəyərləndirək və bu dəfə fərqli bir mövzuda, bu dəfə biz çox sual veririk və o səmimi şəkildə, cəsur şəkildə cavablandırmağa çalışırıq. Bu sualları sizə göndəriblər Səbinə xanıma və mənə yazanlar olmuşdu. Deyəsən DM-dəkiləri nəzərə almamışıq, düzdür? İstəsəz ideya hardan gəldi, onu deyək birinci. Biz niyə belə bir şey edirik? Biz görüşümüz olmuşdu bizim noyabrın 2-si bir neçə xanımla bərabər. Və elə oradaca ideya belə ağlıma gəldi ki, sanki özümü biraz çətinə salmaq istədim. Dedim ki, mənə belə narahat edici, belə biraz məni qurdalayacaq suallar verilsin. Yəni professional kimi deyil də sanki mənə elə bir suallar verilsin ki, mən oturum fikirləşim onun cavabını. Və o qədər belə bişməmiş bir ideya idi ki, orada belə izah edərdim. Dedim ki, necə yəni izah etməyə çalışıram, izah edə bilmirdim yadınızdadırsa ki, mən nə istəyirəm. Desən orada da belə sual yazıb bir neçə götürmüşdünüz, tam yadıma gəlmir, amma sonrasında sonra mən bir post paylaşdım ki, kimlər ki sual vermək istəyir, belə bir format var, yazın mənə. Orada DM-ə çox sual gəlmişdi. Onu mən görürəm axı. Açmasam belə sualı, əvvəlini görürəm deyə o sualları saymadıq. Sizin sualınız onların içərisində ola bilər. Bir də Səbinə xanıma suallar kimlər ki göndərmişdi. Onlardan da bir neçə sual daha belə ümumi suallar idi ki, nə bilim, ya da belə mənim onsuz da həmişə elə DM deyirəm, sual-cavabda cavabladığım tərz suallar olduğuna görə onlara çıxdıq. Onlar artıq xəbərim var mənim. Amma bir də bilmirəm, Aytən xanıma gəldim. Nəsə onlardan bilmirəm nə olacaq. Heç bilmirəm bunu kim izləyəcək, amma məndə çox maraqlıdır ki, özümü görüm, çətinə salım. Fikir verdim, çoxdan da çətinə düşmürəm. Ona görə istəyirəm ki, özümü biraz çətinə salım. İndi görək nə soruşmusunuz. İnşallah ki, Aytən xanıma deyirəm ki, inşallah ki, tale yolları verilişinə dönməz bu. Maraqlı suallar vermisiniz deyə ümid edirəm. Biz zaten sizin podkastlarda biraz həyatınızı müəyyən qədər bilirik və siz onun paylaşımında çox maraqlı, belə empatiya quraraq dinləyirik ki, bu belə olub, deməli ondan sonra belə olur və s. Ona görə biraz tanıdığımız qədərilə mənim suallarım da var burada çünki. Biraz sizə başqa həm tanıdığımız cəhətdən, həm də biraz da tanımadığımız cəhətdən tanımaq üçün daha detallı suallar görəcəksiniz. Birinci belə daha yumşaq bir giriş eləyək və xoş bir giriş eləyək. Sual budur ki, ən son coşqulu şəkildə nəyə başlamısınız və bu necə davam eləyib? Coşqulu şəkildə, ən son coşqulu şəkildə səmimi desəm Bakı görüşünü planlamışdım. Ən son coşqulu şəkildə Bakı ilə bağlı hər şeyi planlamışdım. Yəni ondan əvvəli yadımda deyil, bəlkə düşünsəm taparam, amma belə ən son bəli oydu. Ki, Bakı görüşü, Bakıya gəlmək, belə o, yəni Bakı ilə bağlı hər şeyi ən son belə çox coşquyla planlamışdım. Planlamadığım şeylər də çox idi, birdən-birə olan, amma yəni ən son Bakı idi. Yəni biz necə keçdi? Yəni o coşqulu həyəcanınızı dəyər bir şəkildə mi keçdi? Görüşümüz çox qəşəng idi. Yəni görüşümüzün onu deyirəm ki, elə həmin gün deyirəm ki, ay Bakı nə gözəldir. Keşke Bakıda bəlkə yaşasam mı falan, amma səhərsi gün o qədər çox işim var idi ki, bütün günü orada, burada, tıxacda, taksidə gün sonu ağlayırdım təsəvvürünü. Evə qayıdıram və sinir krizi keçirtdim. Çünki var. Taksidə ağlayırdım ki, dünən hara, bugün hara. Yəni o gün bəli çox gözəl keçmişdi. Yəni tam belə xəyalımdakı kimi deməyim, çünki xəyalımdakından çox qəşəng, çox daha gözəl keçmişdi sənin desəm. Bizim üçün də həmçinin elə məncə ora görüşə qatılan qızlar da məndən razı olar. Növbəti sualımız yenə biraz arzulardan danışaq. Elə bir arzunuz varmı ki, hələ də onun üçün heç bir addım atmamısınız və nəyi gözləyirsiniz? Maraqlı sualdır. Əslində yoxdur. Bilirsiniz, mənim arzularım birdən-birə yaranırdı. Yəni səmimi desəm, yəni dünən heç ağlımda olmayan bir şey bugün arzu kimi məndə yarana bilər. Və həmişə belə şey kimi gözləyirəm ki, fürsət gözləyirəm ki, necə addım atımda, yəni nəsə başladım, sonra fikirləşərəm. Yəni o məntiqlə yaşadığıma görə, məsələn, bəli elə istəklərim var ki, məsəl üçün onlar amma çox gələcəyə yönümlüdür. Yəni onun üçün bu dəqiqə addım istəsəm də ata bilmirəm aydında. Çünki bilirəm ki, o indi olmaması gərəkən bir şeydir. Yəni onları bir kənara qoysaq, qalan elə bir şey olmur. Yəni ağlıma gəlirsə, hətta çox uzaqda belə olsa, nəsə bir yolunu tapıb, yəni bir addım başladıram, ardı başqa vaxtda gələ bilər əlbəttə. Amma yəni elə bir şey yoxdur düzün desəm.
Çox gözəl. Bu məncə bizə də biraz motivasiya olar ki, artıq oturub hərəkət etməyə vaxtıdır. Biraz daha məzəli bir sual var. Hazırda ekran şəkliniz nədir telefonda və bunun hansısa bir inancla bağlı olduğuna inanırsınızmı? Yəni Mən gördüm. Aytən xanım, mən göstərə bilmirəm çünki mənim telefonumla edilir bu çəkilişi. Amma Aytən xanım görüb, yəni heç bir inancla bağlı heç bir şey yox telefonumda. Fluffy şəkli var. Çox şirin bir şəkildə. Yəni məncə pozitiv enerji saçmaq üçün çox qəşəng bir şəkil. Göstərə bilərdim və heç bir elə bir qoyarıq da, screenshot kimi. Göstərərəm, yaxşı. Əlavə eləyərik. Bəsit bir şəkildə, yəni amma baxanda pozitiv enerji aldığım bir şəkildə. Yəni necə mamalar uşaqlarını qoyurlar, mən də Fluffy qoyuram. Okay, biraz daha çətinləşdirir onda suallarım. Heyecanlanıram, əlim ayağımla hara qoyum. Belə bir söz var ki, söz ağızdan çıxdı, sənin deyil. Nəyi nəticəsini düşünmədən demisiniz və ya paylaşmısınız və daha sonra buna görə peşman olmusunuz? Elə şeylər mən gənc olanda çox olurdu. Gənc dedim bu 20 yaşlarım, nə bilim 18-20 yaşlarında çox eləyirdim elə şeyləri və çox inadkar biri olduğuma görə hər günüm elə keçirdi, səmimi desəm. Yəni durum sizə nümunə verər. Çünki hər günüm elə idi. Hər günüm kimlənsə inadlaşırdım. Elə bir şey deyirdim ki, yəni geri dönüş yoxdur da. Bunu dedimsə vəssalam da. Amma eləyirdim. Özümü çox pis vəziyyətlərə salırdım. Mən ondan sonra da baxırdım ki, necə çıxa bilərəm bu vəziyyətin içərisindən. Amma indi yəni son dönəmlərdə isə ümumiyyətlə yəni son bir neçə ildir, yəni nə isə özümü pis vəziyyətə salırmış kimi görmürəm. Hətta çox şey olur ki, məsələn, elan edirəm, sonra düşünürəm ki, bunu necə edərəm görəsən. Amma bilirəm ki, sanki onu başlasam, yəni o addımı atsam, ardı mənə gəlir deyə elə bir sistem qurmuşam zehnimdə. Yəni özümü pis vəziyyətə salırmış kimi düşünmürəm məsələn orada. Amma əvvəllər çox edirdim bunu. Yəni ona görə hətta konkret nümunə belə verir. O çünki hər gün olurdu. Yəni hər günüm mənim belə keçirdi ki, mən nəsə biri ilə ya inadlaşacağam, ya biri ilə dalaşacağam, küsəcəm, birini həyatımdan çıxardacağam. Hər günüm özümə problem yaratmaqla keçdiyinə görə, xüsusən belə o 20 yaş, 19 yaş, belə o yaş dönəmində hər gün olurdu. İndi isə yəni dediyim kimi ağzımdan çıxa da bilər və çıxandan sonra da yəni hətta bəzən qəsdən edirəm bunu ki, məsələn görürsüz bu elə bu ideya. Orada məsələn mən onu düşünmədim ki. Hamısı belə şok olur. Görürsüz mən onu düşünürdüm və anında çıxardırdım ki, ağzından sonra birdən qorxaram, geri çəkilərəm ki, birdən oradan mənə elə bir sual gələr ki, narahat olaram, birdən cəmaət deyər ki, bu çəkdin, nə oldu ki, yəni sən nəyə baxaq ki, biz buna hamısı ola bilər də, düzdür. Sırf ona qarşılıq elə ordaca dedim ki, bax belə bir şey istəyirəm mən, gəlin eləyək məsələn. Yəni danışıb bəzən sonra düşünürəm, amma bu mənə ziyan vermir, düzünü desəm. Hətta bir motivasiya olur. Keçid necə oldu yəni? Orada fərqindəlik səviyyəsi artdıqca mı bu belə? Yəni o həyatla, o bilsin necə, kim ki həyatla çox mübarizəyə meyillidir. Yəni mən çox mübarizəyə meyilli olduğuma görə mən çalışırdım, ancaq zehnim mənə ancaq problem yaradan mübarizə aparım, qalib gəlim, bu məntiq. İndi isə tamam yenə problem yaradıram özümə, amma yəni artıq o problem də mənim üçün yəni belə sonda zövq ala biləcəyim bir şeydir də. Yəni istər-istəməz ya mənə nəsə yeni bir şey qatacaq. Yəni məsələn bundan sonra bu düşünürəm ki, bizim görüşümüzün sonunda yəni mən özümlə bağlı bir şeylər öyrənəcəm. Biləcəm ki, mənim falan demək ki, zəifliyim var və s. Nəsə qatdı yenə də mənə, düzdür. Amma o zamanlar o keçid dönəmi bilmirəm və s. Yəni onu elə yaşayırdım. İndi amma daha fərqində, amma belə problemi də özüm yaradıram özümə ki, qoy öz problemim olsun, sonra nəticəsinə də özüm qatlanım, yəni istədiyim kimi. Çox gözəl. Yəni probleminizi də seçirsiniz ki, sonra o daha maraqlı olsun. Daha sonra hansı xasiyyətinizdən içdən-içə qürur duyursunuz, amma başqalarına göstərmirsiniz və hansı xasiyyətinizdən gizlədirsiniz və düşünürsünüz ki, elə bu xasiyyətinizi tanımasalar daha yaxşı olar? Maraqlı. Qürur duyduğum şeyləri əvvəllər çox gizlədirdim. Mən heç vaxt heç göstərməzdim. Ümumiyyətlə yəni özümü, öz rəngimi bəlli etməyi əsla sevmirdim. Yəni hətta mənlə oyun oynasa insanlar heç vaxt başa düşmürdü. Məsələn, mənlə mafiya oynayın, heç vaxt başa düşmürdünüz mənim emosiyalarımı. O qədər mən qapalı bir insan idim. Ona görə heç qürur duyduğum nə isə də heç vaxt açıb demirdim. Yəni mənfini də, müsbət də hamısını gizli yaşayırdım. Amma indi
nə bilim, ən çox qürur duyduğum şey odur ki, belə nəyisə çətini başlamağımdır. Başlasam onun axırını 100% gətirəcəm. Yəni ən belə qürur duyduğum bir şeydir. Gətirməsəm də demək ki, onu artıq istəmədiyim üçün gətirmirəm. Yəni amma nəsə başladımsa mən o məndən qurtula bilməz də. Yəni ən xoşuma gələn budur. Çünki o məni çox yerə çatdırıb bu günə qədər. Amma qürur duymadığım nə xarakter özəllik kimi. Xasiyyət ki, istəyirsiniz ki, yəni bunu heç kim bilməsə daha yaxşı olar mənim haqqımda bu xasiyyətimi. Çox emosional biriyəm, amma hər tərəfli emosional. Məsələn, əsəbləşəndə də gür əsəbləşirəm. Yəni məsələn, əvvəllər istəməzdim kimsə məni ağlayan görsün və s. İndi bunları aşmışam amma əsəbləşəndə çox gür əsəbləşirəm. Doğrudan əsəbim onu çox görmək istəmirik biz də. Görmürəm, əsəbim çox gürdür və elə doğrudan da istəmirəm kimsə məni görsün. Düzdür, yaxınlarım onsuz da bilirlər və əsəbləşdirməməyə çalışırlar adətən. Amma doğrudan da əsəbləşəndə bəzən çox belə kontroldan çıxmıram, amma artıq o nöqtəyə biri məni gətiribsə, ondan sonra vay onun halına da. Yəni ona görə o tərəfimi çox bir insana göstərməməyə çalışıram açığı. Əslində bu digər sual da onunla bağlıdır ki, özünüzdə ən çox irad tutduğunuz qüsur kimi gördüyünüz bir tərəf, bir xasiyyət varmı? Yəni bu dediyinizlə ana gəldi, yoxsa başqa bir xarakter dalınıza gəlir? Yəni əslində mən heç bir insanda qüsur görmürəm, Aytan xanım, heç kimdə. Yəni kiməsə də məsələn qüsur sözü mən anlamıram ümumiyyətlə ki, qüsur nə deməkdir? Yəni nə bilim bu paltar var, bu paltar var. Biz deyə bilərik ki, bunun falan qüsuru var. Yəni biri sizə yaraşır, biri mənə yaraşır, məsələn deyirəm. Yəni qüsuru mən anlamıram ümumiyyətlə söz olaraq. Özümdə də başqasında da görmürəm heç vaxt. Amma improvement nöqtələri, inkişaf nöqtələri məsələn görürəm. Bu da baxar indicə dedim, yadıma düşdü. Məsələn mən özümdə ən böyük qüsur kimi Azərbaycan dilində çox az, yəni demək olar ki, 0 kitab oxumağımı görürəm. Bu məsələn özümdə o qüsur desəz onu görərəm özümdə. Çünki elə fikirləşirəm ki, belə biz məsələn çıxıb danışan insanlar və s. qəşəng mütaliə etmiş insanlar olmalıdır, qəşəng sözlərdən istifadə edən insanlar olmalıdır. Düzdür, mənim məsələn bəhanəm odur ki, məsələn mən məktəbdən sonra ancaq universitetdə ingilis dilində oxudum, sonra getdim ingilis dil müəllimi işləyirdim onsuz da, sonra köçdüm Polşaya, ingilis dilində oxudum, sonra polyak dilində işlədim, türk dilində, hər dildə işlədim və o dillərdə də oxuduğuma görə, yazdığıma görə yəni bəhanəm budur, amma mən elə insanlar tanıyıram ki, yəni onlar da məsələn düzdür, xaricdə çoxu yaşamır, Azərbaycanda yaşayır, amma baxırsan ki, məsələn dövlət qurumunda çalışır, görürsən də rus dilini gözəl bilir, ingilis dilini gözəl bilir, amma Azərbaycan dilində çox qəşəng danışır. Demək ki, yəni bu bəhanə deyil də, demək ki, daha yaxşı eləmək olar. Və onu məsələn özümə bir qüsur kimi, bir irad kimi görürəm özümə ki, demək ki, amma səbrim də çatmır Azərbaycan dilində kitab oxumağa. Mən də səbrim çatmır və anlamıram oxuduğumu. Biraz tərcümə ilə bağlı bəzi. Ola bilər, yəni hələ də problem. Dilimiz amma çox qəşəngdir, çox xoşuma gəlir, çox belə çox seksi bir dilimiz var, inanmazsınız doğrudan deyirəm. Gözəl danışan birini görəndə belə valeh oluram, oturub səhərə qədər dinləyərəm mən. Xüsusən də kişilərə çox yaraşır Azərbaycan dilində danışmaq, yəni bunu demək çox qəşəng yaraşır. Amma özümdə bunu irad kimi yəni tuta bilərəm. Amma yəni biz podkastlarımızda bir ildən çoxdur qulaq asan biri olaraq biz də sizin nitqinizi çox bəyənirik açıq. Onu deyirlər, amma mən özümə yəni orada yəni heç görmürəm, düzün desəm, yəni heç görmürəm özdə, yəni və sanki zehnim daima bir tərcümə ilə danışır. Yəni daima beynimdə tərcümə gedir mənim və çox qarışdırıram, istədiyim kimi deyə bilmirəm və onları özümə bir qüsur kimi görürəm ki, bəlkə Azərbaycan dilində daha çox oxusaydım, kitab və s. özümü daha qəşəng ifadə edərdim. Bəlkə də oxumaqdan amma dinləmək də ola bilər ki, siz ətrafınızda da dinlənmirsiniz, yəni ki, azdır Azərbaycan dili və bəlkə dinləsəz, bilmirəm, dinləməyə layiq məncə ən yaxşı kontent elə bilirsiniz. Mənim yoldaşım da Google Translate kimi danışır. Yəni bizdə çünki o da 2016-dan Azərbaycanda yaşamır, yəni çox uzun illər öncə çıxıb, Maltada təhsil alıb, sonra Polşada təhsil alıb, sonra ancaq elə yəni nə bilim polyaklar, ingilislər, yenə türklər, məsələn türkcəni Azərbaycan dilində daha qəşəng danışır o. Yəni o baxımdan bizim ətrafda və s. get-gedə hər gələndə hiss edirəm ki, sanki daha zəifləmişəm, sanki özümü yaxşı hiss etmirəm. Məsələn kimsə insanlar mühasibimlə məsələn görüşürəm, bəzi sözlər deyir, başa düşmürəm və özümü çox belə nə bilim cahil hiss edirəm və sanki başa düşmürəm onun dediyini, soruşam ki, falan söz nə deməkdir və s. Özümü yaxşı hiss etmirəm düzün desəm. O məsəl üçün mənim üçün belə yəqin ki, həm özümə nə deyirlər onu nə etmək deyirlər? Xatırlatmaq. Yox, bir insan özündə bir şeyi özünə
irad yox, qüsur yox, nəsə söz yadımdan çıxdı. Ondan görürəm onu özümdə, bir zəiflik kimi görürəm. Onu istəyərəm ki, düzəldim açığı. Gəlin Bakıya gələndə bunu bir də danışarıq istəsəz. Bu da maraqlı, əslində bizim bayaqki videomuzdan əlaqəli bir sualdır. Əvvəlki videomuzu izləməmisinizsə, işarələr barədə çox gözəl bir video çəkmişik. Onu da mütləq izləyə bilərsiniz. Və bu sual sizə o işarələrlə haqqında, sizin həyatınızdan haqqında bir sualdır ki, bütün işarələri gözünüzü bağlayıb etdiyiniz bir səhviniz olubmu? Bunu sonradan düşünəndə nəyin fərqinə varmısınız? Əslində biz işarələrlə bağlı danışdıq ki, onun hardan gəlir əslində bu sual, yəni ki, o videonu izləyəndən sonra bu sualı verəndə artıq başa düşəcək nə demək istəyirik. Mənə bayaq dediyim şey də elə aiddir Aytən xanım. Bayaq dedim, məsəl üçün mən çox gənc yaşlarımda, yəni baxmırdım da ağına bozuna, işarəsi falan heç nəyinə baxmırdım, yəni gedirdim. O həmin yerlərdə yəni mənə işarə kimsə dedi, onlar ümumiyyətlə mənə çatmırdı. Yəni mənə ümumiyyətlə işarə göndərmək belə mümkün deyildi. Yəni mənə çatmırdı. Mən yəni fərqi yoxdur da, gördümsə başımı mütləq ora bir salmalıydım, baxmalıydım ki, yaxşı bir şeydir. O soranın təbii ki, təməlini qoyur və s. Amma yəni düzün desəm burada sual ondan gedir ki, işarəni izləməmişəm, düzdür və sonra səhv etmişəm. Yəni düzünü desəm, indiki zamanda mən heç nəyi sonda səhv kimi görmürəm özümə. Yəni nəsə edirəm, ola bilər ki, işarəni dinlədim, bunu videoda danışmışdıq, səhv oldu, alınmadı. Təcrübə kimi görüb keçirəm, yəni ona heç oturub üstündə oturmağa belə yəni üşənirəm düzünü desəm. Ya da ki, məsələn, izləyirəm, düz çıxır, çox gözəl. Yəni heç nəyi səhv kimi görmürəm bu dəqiqə. Əvvəllər də heç nədə özümü yəni bilmirdim. Günahkar, ay kaş bunu eləməzdim, bilmirdim. Həmişə o görürsüz, o şey çox yaxşıdır. Zehin modeli ki, nə edirəmsə edim, yəni oradan bir özümə bir xeyir tapıram da. Yəni ən pis situasiyaya belə düşsəm, başıma çox pis şeylər belə gələndə deyirdim ki, bax görürsən, mən bunu da öyrəndim. Məsələn, mən özümdən çox fəxr edirdim. O yaşlarda 20-21 yaş, başıma çox şey gəlirdi. İndi həyatım çox stabildir. Yəni o vaxtlar mənim gündə başıma bir şey gəlirdi və özümdən fəxr eləyirdim mən. Ki, nə yaxşı bunu da öyrəndim. Yəni məni dolandırıldı, dedim ki, nə yaxşı dolandırıldım, nə yaxşı. Artıq bilirəm ki, dolandırılmaq necə bir şeydir. O məntiqlə yaşayırdım mən. Ona görə təəssüflənmirəm heç nəyə. Əslində buradan digər suala da belə bir keçid eləyə bilər ki, sual o idi ki, ən çox nəyə görə özünüzü günahkar hiss etmisiniz bu günə qədər və hələ də onun peşmançılığını içinizdə daşıyırsınızmı? Məncə sualın cavabını da biraz verdiniz. Amma bəlkə daha dərin bir cavab olar vermək istədiniz. Bu amma günahkar bu mənim bəlkə də yeganə bir şeydir əslində. Günahkar hiss etdiyim bir şey var və onu heç üstündə də işləmirəm düzünü desəm. Çünki sanki orada qalmalıdır kimi hissiyatım var. Mən çox uşaq olanda mənim özümdən balaca bacım var, 3 yaş balacadır məndən. Mən onun bilməyərəkdən ayağını yandırmışdım. Yəni nəsə oynayan vaxtı bilmirəm ayağım mı dəymişdi ya necəsə onun ayağına çay tökmüşdüm, amma çox qaynar çay belə deyim. Və orada yadıma gələn odur ki, sonra o bacımın o ayağı müalicə prosesində, nə bilim onun dərisi soyulurdu. Mamam ona hər gün belə dərman və s. vururdu və orada eşitdiklərimdən ki, məsələn mamam ki başqalarına danışırdı ki, bəs o qədər ağıllı uşaqdır ki, yəni dərman vururam, incir, amma səsi çıxmır da. Yəni o sözlər həmişə mənim qulağımda belə çınlayır. Çünki o yeganə anda ki, biz həmişə deyirik, uşaqlıqda qoyulur bəzi şeylər. Məsələn, orada heç mənə qarşı da bir şey yoxdur da. Yəni demir ki, o tökdü bu belə. O deyir ki, sadəcə o qədər yaxşı uşaqdır ki, ayağı yanıb, amma dərman vururam, amma səsi çıxmır da. Yəni o qədər ağıllı uşaqdır. Amma mən onu özümə götürürdüm hər dəfə ki, və indi belə, yəni indinin özündə belə günahkar dediniz, anında ağlıma, yəni siz cümləni bitirməmiş ağlıma gəldi. Çünki həmişə burdadır o mənim, yəni. Və heç vaxt onu dəyişdirmirəm düzünü desəm. Çünki yaşamışam da, onda da günahkar doğrudan da hiss etmişəm. Bilmirəm günahım olubmu, amma hiss etmişəm. Həmişə də yadımda saxlayıram onu bax. Heç vaxt yadımdan çıxartmıram. Çox maraqlıdır, yəni bu tərəfdən də sizi tanımaq və yəni ki, demək olar ki, hamımızın, yəni xüsusilə böyük uşaqlarıqsa, çoxumuzun balaca bacı qardaşlarla bağlı nəsə bir uşaqlıqda elədiyimiz, bilməyərək və ya bəlkə bilərək, amma başa düşməyərək elədiyimiz şeylər var. Buna görə də siz demiş o qədər də ondan qurtulmağa, o acıdan qurtulmağa, o günahkarlıq hissindən qurtulmağa da bəlkə də ehtiyac yoxdur. Elə onu siz demiş saxlayaraq həyatımıza daha yaxşı davam edə bilərik.
Növbəti sual biraz məzəlidir. Çantanızın içindəkiləri soruşurlar. Göstərə bilərsinizmi bunu? Bunu 100% Səbinə soruşub. Ola bilər. Obvious, çünki mən ona həmişə deyirəm ki, bir-iki dəfə ona video Səbinə xanım bilənlər bilir də bizim sizin mesajlarınıza cavab verən mənim sağ qolum. Ona həmişə deyirəm ki, çox maraqlı gəlir mənə elə videolar. Çünki insanların çantasının içindən çox şey çıxır. Mən amma bilmirəm, biraz takıntılıyam. Mən balaca çantalar sevirəm və iş çantamda həmişə ayrı olur deyə mənim çantamın içində çox minimal bir şeylər olur həmişə. Amma baxıram ki, qızlardan nələr çıxır, maraqlı gəlir, oturub izləyirəm. Göstərim, amma çantam burdadır. Yenə çox mini bir Bakıya bir dənə bunu gətirmişəm, onsuz da başqa heç nə yoxdur. Bir də çamadanımız var idi. Görüşə gələndə. O çamadan. Onun içində hər şey var idi. Yəni keşke o an bu sual verilsəydi. Çamadanınızı açın. Bugün amma çamadanım yanında yoxdur. Yox, yəni çantam çox minidir. İçində də tipik şeylərdir. Pul qabım. Yəni heç nə. Hər Azərbaycanlı kimi pasportum həmişə üstün. Hər Azərbaycanlı yox yəqin ki, amma xərcim mən pasportum həmişə üstündə olmalıdır. Yəni təbii ki, mümkün deyil telefonum üçün. Bir də nə var, bu nədir? Bir də bu var. Bu güya ki bronzerdir, amma mən bunu güzgü kimi istifadə edirəm. Çünki bronzer istifadə eləmirəm, amma mən deyəcəm ki, bu varsa fırçası içindədir. Heç nə yoxdur. Çünki güzgü kimi istifadə edirəm. Çünki bunu mən Fransada olanda təsadüfən Sephora-ya girmişdim və bir xanımdan çox xoşum gəldi. Mənim belə xarakterlərim var, belə çox qəşəng enerjisi var idi. Nəsə orada da başladı göstərməyə. Polşada elə şey yoxdur deyə, yəni girirsən, özün çağırmasan gəlmirlər. O başladı ki, bu var. Mən də heç nə almayacaqdım həqiqətən. Yəni yeməyə gedirdik biz orada olanda. Dedi ki, bu var. Dedim ki, nə qəşəngdir. Belə xoşum gəldi o davranışlarından. Bunu aldım, başqa şey aldım. Bir çamadanla, yəni belə qəşəng çıxdım oradan. Deyirəm ki, nə qəşəng satdı. Yoldaşım da deyir ki, almaq niyyətin olmasa olmazdı. Nə bilim deyirəm. Çox qəşəng satdı amma məni. Başqa da heç nə yoxdur. Çox minimal. Çox minimal. Mən çantanı səliqəli sevirəm, için düzün desəm. Ona görə həmişə belə balaca çantalarla gəzirəm. Bunu da qoyaq bura. Kim idisə bu sualın cavabı? Məncə Səbinə idi, soruşacağım özü də. Ola bilər, mənə də Səbinə xanımdan gəlir bu sual. Daha bir düşündürəcək bir sual. Sizə uzun müddət unudulmayan təsir bağışlamış, fərqindəlik yaşadan, ən təsirli izləyici və yaxud da pasientiniz tərəfindən deyilmiş bir fikir və ya cümlə olubmu? Müsbət və mənfi fərq etməz. Yəni pasientiniz sizin bəlkə seansda ola bilər, bəlkə hansısa bir danışıq zamanı ki o sizə o fərqindəliyi yaşadıb o cümləsini. Mən elə şeylər çox yaşayıram, düzün desəm, bir dənə deyə bilmərəm. Yəni çünki hər insan gəlir fərqli hekayələrlə də gəlir, məsələn, konsultasiyada və s. Yəni çox olur ki, deyirəm ki, vau, nə maraqlı, yəni heç mənim ağlıma gəlməyən bir şey və o danışdıqca, yəni məndə 100% ki, yeni bir şeylər, sanki yeni neyron əlaqələri qurulur da zehnimdə. Çünki o hissə insan öz yaşamadığı şeyləri çox da belə bilmir. Nə qədər sən oxuyursan, görürsən və s. Mən elə düzün desəm çox yaşayıram. Hər dəqiqə sizinlə məsələn sizə podkast göndərərkən belə mən nəsə bir fərqindəlik yaşaya bilərəm. Yəni adi bir söhbət əsnasında olur, istənilən konsultasiyalarda olur. İzləyici sual verir bəzən, məsələn mən açanda sual-cavab, orada nəsə gələndə bəzən mən paylaşmıram, amma mən sizin DM-dən çox mesaj alıram. Suallara çox belə məsələn mən nəsə paylaşıram, oradan cavablar gəlir və s. Yəni hamısında olur ki, mən deyirəm ki, vau, belə bir şey də doğrudan var imiş. Yəni çox təəccüblənirəm. Yaxşı və pis mənada. Amma yəni özümə qarşı düzün, yəni direkt mənə qarşı məsələn belə başa düşdüm ki, hansısa bir fikir və s. Elə adətən pozitiv şeylər gəlir. Bilmirəm, bəlkə neqativi demirlərmi? Yəni adətən pozitiv şeyləri eşidirəm. Amma sırf izləyici belə kimdənsə fərqindəlik qazanmaq, onu çox yaşayıram. Yəni məsələn bir dənə insan deyə bilmərəm sizə. Demək olar hər dəfə yaşayıram yəni. Bir-biriniz böyüdürük də əslində qarşılıqlı şəkildə. 100%. Yəni məsəl üçün siz olmasanız mən yəni öz bildiklərimlə, öz təcrübəmlə nə qədər gedə bilərəm ki, mümkün deyil. Yəni çünki bir yerdə dayanacam. Mənim çünki həyatım başqadır. Amma hər kəsdən bir şey eşidirəm ki, bu da var imiş, bu da var imiş və s. Baxıram ki, mən də bax balaca belə bir nöqtəyəm də. Yəni qalan da hər kəs başqa fərqli həyatlar yaşayır. Və çox təəccüblənirəm doğrudan. Biz məsələn görüşdə ona yaxın xanım idi və hərəmizin tam fərqli hekayəsi var idi. Yəni biz orada danışanda belə
Yəni mən o qədər şey öyrənmiş oldum ki, belə bu qadın bunu da yaşayıb və bunu da öhdəsindən gəlib. Yəni o vaxta qədər insana öz həyatı sanki belə çox çətinliklərlə dolu gəlir, amma sonra o qarşısındakı insan daha çətin bir situasiyanı daha rahatlıqla anladığında insana həqiqətən bir növ böyümüş də hiss edirsən özünü ki, hə, deməli bunlar da keçir, bunlar da atlatılır. Yəni ona görə məncə də bizim Mən ümumiyyətlə çox izləyicimə hətta onu deyim ki, belə çox belə wow baxıram yəni belə bütün məsələn görüşdə olan xanımların da hamısına belə wow belə baxırdım yəni. Çünki belə çox belə hamı belə mənə o şəkildə gəlir. Yəni özümdən asılı deyil. Nəsə danışır, məsələn o görürsən ki, o heç fərqində belə deyil, amma məsələn mənə o wow gəlir. O danışdıqca mən deyirəm ki, ha necə bacarır bunu. Yəni doğrudan da gələ hər kəsdə o özündə o fərqindəlik olsun ki, mən nələr edirəm. Gələ onu bilsinlər. Aha, bizə çox irad tutduğunuz bir mövzuda sizə sual gəlib. Ay. Bu suala sən cavab vermənizi gözləyirəm. Həyatınızda balansı qoruya bilmədiyiniz nəsə varmı? İndi belə səmimi deyim ki, bəlkə də Bakıda yaşasaydım çox çətinlik çəkərdim. Düzün desəm, yəni çünki Bakı tamam başqa bir şəhərdir. Gələndən də onu fikirləşirəm, hər gələndə fikirləşirəm. Amma sanki məsələn Varşavada qoruya bilirəm. Yəni bax orada çünki bilmirəm, yəni bir oturtmuşammı, üstünə də sanki o şəhərin də, yəni Bakı çox xaoslu bir şəhərdir və mən hər dəfə deyirəm ki, yəni doğrudan da hətta burada bu son bir neçə gündə belə bir fikrim yaranıb ki, deyirəm ki, halal olsun o xanımlara ki, məsəl üçün görürəm də məsələn səhər 9-da işdə olmaq üçün, məsələn rəfiqəm deyir ki, saat 7-də çıxıram evdən, çünki tez gedib çatmalıyam. Və ya da evdən görürəm ki, qaynanam məsələn 9-da 10-da müəllimədir, dərsi başlayır, səhər 7-də durur, minir maşınına gedir ki, deyir gedirəm çünki istəmirəm tıxacda qalım və s. Görürəm ki, insanlar adi get-gələ belə nə qədər zaman xərcləyir, özüm görürəm də burada. Deyirəm ki, halal olsun o insanlara ki, mən məsələn Varşavada bir gün, 2 gün, yəni ardarda evdən çıxsam və s. düşsəm hansısa bir tıxaca və s. mən həmin gün evə gəlirəm və belə deyək də enerji olaraq çökürəm də. Yəni növbəti gün artıq mən 100% bir parka getməliyəm və s. Deyirəm ki, halal olsun məsələn o insanlara. Bəlkə də Bakıda yaşasaydım daha çətin olardı mənim üçün o. Yəni çox tez çöküş yaşaya bilərdim deyə düşünürəm. Amma məsələn Varşavada bilmirəm, onu elə qurmuşam ki, yəni o məsələn hansı gün ki balans uçdu da, nə bilim iş balansı, işim çox oldu, ailəmə vaxt ayıra bilmədim və yaxud da ki çox yoruldum, tükəndim və s. Səhərsi günü yenə də mütləq şəkildə o balansı qaytara bilirəm geriyə. Amma dediyim kimi Bakıda yaşasaydım ona görə halal olsun hər birinizə. Yəni bunu belə başqa bir məna ilə demirəm, amma sanki Bakıda yaşasaydım çox daha çətin olardı. Çünki şəhərlərində öz vibe var axı. Bakının vibe çox belə xaotikdir. Qəşəng amma çox xaotikdir Bakının vibe. Amma yəni bilmirəm məsələn burada necə edərdim mən. Amma məsələn Varşavada çox öyrəşdiyimə görə oranın daha sakit bir vibe olduğuna görə. Daha balanslı həyatınız var da orada. Hə, orada çox balanslı. Mən burada yəni bir həftədir buradayam. Bütün yəni aləm dəyib bir-birinə mənim üçün də. Yəni heç nə belə hər şey havada. Tamam mən şad düşürəm. Qısa müddətli gəldiyimə görə belədir, amma sanki yaşasam da belə sanki yenə də qaçırda bilərəm balansı kimi hissiyat yaranır məndə. Ya da ki, gərək elə bir həyat yenə də oturdasan ki, özünə bəlkə bir sitədə yaşayasan, orada hər şeyin var, çox tez-tez çıxmağa məcbur deyilsən və s. Əslində çıxmadan da təbii ki, tıxaclar tuzu biberi işin, amma Bakı sanki gözləntilərin, həyatın səndən gözləntilərinin çox olduğu bir şəhərdir və sənə çox gözlənilməz anlar sunan bir şəhərdir. Yəni gündəlik olaraq, gündəlik məsəl üçün hamımız eyni şəkildə başlayırıq, siz orada oyanırsınız, biz burada oyanırıq, amma biz oyananda belə bizdən gözlənti var, yəni kiməsə qarşı bu təkcə yəni gözlənti dediyim təkcə işimiz və s. deyil. Yəni kimsə bizdən o an ona zəng eləməyimizi gözləyir, ona ziyarət eləməyimizi gözləyir və s. Yəni bu şeylər və buna görə məsələn inciyənlər və s. ailə üzvləri arasında da və s. belə şeylər də olur deyə biraz həqiqətən o balansı qorumaqda mən də müəyyən mənada bəzən çətinlik çəkirəm. Amma yəqin ki o da artıq hara yaşayırsa ona xameleon kimi insan uyğunlaşır bir şəkildə. Bəlkə xarakterimiz də artıq buna uyğunlaşacaqdı. Biz əvvəllər burada yaşayandakı həyatımız necə idi? Bakıda yaşayanda o da daha xaotik bir şəkildə idi. Əvvəllər bilirsiniz, mən Bakıda yaşayanda düzün desəm 2 şeylə məşğul olmuşam ancaq. Bir oxumaq, bir işləmək. Yəni mənim başqa bir həyatım olmayıb ki, istədiyim ki, məsələn mən nə bilim ay idmana getdim, başıma falan şey gəldi. Bunların heç birisi məndə olmayıb. Yəni mən belə deyək
tələbə vaxtı işləyirdim. Təsəvvür edin ki, belə bir rejimim var idi mənim. Səhər məsələn dururdum. Məsələn bizdə kurslarda, bilmirəm indi də elədir yoxsa, günorta smen var, səhər smeni var. Məsələn ikinci kursda günorta smeni idim. Saat 1-də başlayır dərsim. Mən dururdum, məsələn gedirdim işə. 8-də, 9-da işdə olurdum. Saat 1-də dərsə gedirdim. 6-da dərsdən çıxıb yenə işə gedirdim. Başa düşürsünüz? Yəni saat 10-da, 11-də qayıdırdım. Yəni mənim həyatım tam dolu bir daima bu şəkildə oldu. Və hətta ki yolda da nə bilim dururdum. 3-cü kursda məsələn yenə işləyirəm də səhər nə bilim dərsə gedirəm, oradan çıxıram, ora gedirəm, oradan da çıxıram. Hamısı işlə bağlıdır deyə. Yəni mən deyim ki, sizə başqa bir şeylər yaşamadığıma görə çox da belə sizə wow bir nümunə də verə bilmirəm. Çox maraqlı bir məncə sualdır. Sualdır ki, nəyisə qarşılığında fərqindəliyi daha az olan biri kimi yaşamağa razı olardınızmı? Bu kimsə yəqin ki, o qədər artıq bezib ki, mən deyirəm fərqində olmaq çətindir axı. Hər şeyin fərqindəsən, gəl indi çıx işin içindən oturmuş. Məncə də ola bilər. Açıq bilmirəm, məncə yox. Elə onu da elə biraz bitki kimi yaşayıb getmək kimi olur. Yəni nəsə mənə görə deyil, yəni. Mən daha belə action sevirəm. Mən onu özümdə fərqindəyəm, mən daha action sevirəm. Sual əslində çox güvən verici bir sualdır. Yəni adam istəyir ki, həndisin. Sonra amma onun qarşılığını tapa bilmir ki, nəyin qarşılığı? Qarşılığı yoxdur da. Yəni tamam yaşayım bitki kimi, amma yəni sonrasında nə olacaq? Sonra məni yenə göndərəcəklər ki, get bir dəfə də yaşa. Yaxşı yaşamadın. Ona görə mən yaşamaq istəyirəm, bacardığım qədər ki, yığım üst-üstə. Hətta o fərqindəlik səviyyələrlə bağlı bir podkastınız var. O çox qəşəng podkast idi. Mən hansısa proqramdaydı, yoxsa Telegramda? Məncə Telegramda var. Yəni onu dinləməlisiniz, mütləq dinləyin və dinlədikcə görürsüz ki, yəni həyatınızın bu günə kimi olan hissələr gözünüzün qabağından keçir ki, əvvəl mən 2-ci səviyyədə olmuşam, 3-ə qalxmışam, 4-ə qalxmışam və sonrasında da bir növ təxmin edə bilirsiniz ki, nə sizi gözləyir. Ona görə çox maraqlı idi və bu sual da yəqin ki, elə onu dinləyən biri tərəfindən gəlib ki, daha aşağı səviyyələrdən sizi sınamaq istəyib bir növ. Məncə istəmirəm. Yaxşıdır. Yaxşıdır. Okay. Bəs indi olduğumuz vəziyyətdə hələ də kömək və ya dəstək istəməkdə çətinlik çəkdiyiniz mövzular varmı və bunlar nələrdir? Əslində elə hər şeydə. Yəni mən onsuz da əvvəllər çox, yəni dediyim kimi də həmişə belə öz başıma çox belə o qədər çox mübarizəni sevən biri idim ki, yəni mənə kömək, yəni kimsə etmək istəsə belə, yəni mənə deyirdim ki, yox, olmaz, lazım deyil və s. Ondan hələ indi bura gəlməyim belə çox belə böyük bir şeydir də. Yəni indi məsələn çox şeydə kömək alıram. Yəni kömək hətta belə deyim, almıram, ötürmüşəm. Ki məsələn tamam, bu artıq mənlik deyil, bunu falan kəs sən elə, bunu falan kəs sən elə. Amma yenə də bəzən səmimi desəm tətikləndiyim olur. Məsələn kimdənsə nəsə xahiş edəndə mən çox sevirəm, özümdə bunu xarakter kimi formalaşdırmışam ki, kimsə nəyinsə professionaldırsa, mən onu çox sevirəm ki, deyim ki, o insan etsin. Yəni çünki o onu daha yaxşı. Məsələn istəyirəm ki, Aytən xanım, gəlin kameranı siz düzəldin, yəni. Məsələn istəyirəm ki, onu siz edəsiniz, amma bəzən orada tətiklənirəm ki, sanki mən istifadə etdim də kimdənsə. O daxildə var axı, düzdür. O tətiklənə bilər. Bunu həmişə hamıya mən deyirəm ki, elə bilməyin ki, elə bir dəfə. Yəni ola bilər də ayarlarınız oynaya bilər. Məndə də olur bu, yəni oynayır, deyirəm ki, sanki istifadə elədin belə. Bilirəm ki, danışdı orada. Deyirəm ki, yox, istifadə eləmirəm. Yəni mən sadəcə bu dəqiqə görürəm də, yəni o iş bir işi bilir, mən bir işi bilirəm. Mən xahiş edirəm ki, bunu sən et. Bunun məsuliyyətini sən götür, aydındır. Özümə xatırladıram tez-tez. Amma bəli, olur ki, doğrudan da nəsə var və bəzən yəni özümü belə biraz sıxıb kömək istəyirəm. Çünki sanki o anda istəmirəm kimdənsə kömək. Amma bilirəm ki, burada istəsəm daha yaxşı olar. Amma o anlarda həmişə deyirəm, sizə bəzən sizə təbii gəlməyəcək nəsə, siz özünüzü məcbur etməlisiniz. Və mən də onu edirəm, yəni tez-tez. Çox gözəl. Biraz indi daha sizi məncə daha yaxşı tanıyan bir izləyicimiz detallı bir şəkildə həm analiz edib sonda sualını da verim. Sizin haqqda bunları yazıb ki, məncə çox həssas ruhsunuz və buna görə də bədəniniz hər şeyə tez reaksiya verir. Somatik əlamətləriniz açıqdır. Mənə maraqlıdır ki, öz problemlərinizin nə qədər fərqindəsiniz və situasiyaları necə idarə edirsiniz? Məsələn, tez həyəcanlanırsınızsa, həyəcanlı durumları necə idarə edə bilirsiniz? Okay, qəşəng sualdır. Somatik bəli əlamətlərim açıqdır. Ümumiyyətlə izləyicilər üçün kim ki, yəni bəlkə bilmir onu deyək, somatik əlamətlər nədir? Mənim həmişə danışdığım bir mövzu ki, yəni bizim bədənimiz həmişə deyirəm ki, hər şeyə çox tez əslində reaksiya verir, amma biz bu reaksiyaların nə qədər fərqində oluruq, məsələ budur. Və bəzilərimizin somatik əlamətləri açıq olur, mənim kimi, bəzilərində də açıq olmur. Yəni bu nə deməkdir? Məsələn, bəzilərimiz tutaq ki, stres, həyəcan keçirdir, amma kənardan baxırsan,
çox normal görünür. Məsələn, heç nə yoxdur da. Deyirsiniz ki, onun vecinə deyil yəqin bu adamın. Amma o daxildə bir vulkan partlayır. Məsələn, həmin insanda. Bax, həmin insanın məsələn somatik əlamətləri qapalı deməkdir. Amma məsələn, açıq insanlarda mənim kimi mən bunu özümə şans görürəm əslində və bunu yəni heç açığı düzün desəm gizlətmirəm də. Məsələn, tutaq ki, bunu sən öncəki videoda demişdim hətta ki, yəni bədənimin hansı nahiyəsinə görə hətta mən bilirəm ki, burada nə baş verir, düzdür? Və çox bunu mənim müəllimlərim də mənə deyir ki, çox şanslısan bu baxımdan ki, məsələn, nəsə bir stresli durumda o damcı daxildə yığılıb bir şişdə yarada bilər. Üzdəki kiçik bir nöqtə kimi də çıxa bilər. Aydındır və mən məsələn dərhal onu bilirəm ki, nəsə baş verir. Məsələn mən həmişə deyirəm, Bakıya gələn kimi məsələn ki, aeroportda mənim üzümdən belə nöqtələr çıxır da. Çünki bədən deyir ki, sən başqa bir yerə gedirsən. Bədən deyir ki, orada sənin falan travman var idi. Hamısını xatırlayır və hamısını mənə göstərir. O stresi, həyəcanı yaşayıram, aydındır və hamısını hiss edirəm. Və yaxud da ki, məsələn həyecanlı anlarda bəli, məsələn mənim əlim əsir. Ta ki gəldim, birdən-birə belə bir ortama düşdüm. Əlim əsir mənim anında. Amma onu bilirəm ki, onu saxlamıram, gizlətmirəm. Baxdım ki, əsdi. Okey, bax gözləyirəm məsələn əssin. Bədən buraxır da. Onu sıxıb saxlasan buraxmayacaq. İcazə verirəm, əssin, getsin, bitsin, getsin məsələn. Yəni o şeylər əslində açıq olmaq gözəldir və bunun fərqindəyəm əslində və bunu yəni gizlətməməyə çalışıram. Yəni bir şey varsa qoy olsun. Olsun ki, mənim canımdan çıxsın. Yəni mən buna bu məntiqlə baxıram. Amma kimlərdə ki, somatik əlamətləri gizlidir, baxın o insanlar mən deyərdim ki, çox daha diqqətli, ehtiyatlı olmalıdırlar. Çünki bədəninizlə də kontaktınız yoxdursa, o zaman siz nə biləcəksiniz? Məsələn, bir şey yaşadınız, nə biləcəksiniz? Məsələn, sizin hansı bədəninizin hansı nöqtəsinə getdi, oturdu. Biz bunu bilmirik, düzdür? Və mən sırf hətta buna görə belə bir şey deyim, mən hətta buna görə teta seanslarımı saxlamışdım. Kimlər ki, yeni izləyirdilər, mən ilk bir neçə ay teta seansları keçirdim. Bəli, amma sonrasında saxladım. Çünki çox həssas olduğuma görə və keçiriciliyim çox olduğuna görə. Məsələn, mən biri ilə seansda tutaq ki, hiss edirdim ki, onun məsələn bədənində şiş var, bədənində artıq kütlə var, məsələn uşaqlıqda, yumurtalıqda və s. xüsusən qadınlarda və onu dərhal özümdə hiss etdiyimə görə və o hissiyat o qədər real olurdu ki, mən artıq bir yerdən sonra baxdım ki, mən sanki bunu yaxşı idarə edə bilmirəm, qorxuram, yaxşı idarə edə bilmirəm və onun ağrısını, hər şeyini hiss edirəm və mən bunu artıq özümdə yarada bilərəm çox rahat. Çünki hiss edirəm, yəni onu heç tanımıram, amma mən onu çox rahat deyə bilərəm ki, sənin məsəl üçün də sağ yumurtalıqda, yəni çünki mən onu özümdə hiss edirəm, onda görmürəm, o özümdə hiss edirəm, o insanla artıq kontaktda. Onsuz da teta seanslarında olanlar və ya məlumatlar olanlar bilir ki, yəni onsuz da bu biraz belə hüceyrə kontaktı olduğuna görə, yəni bu işlə məşğul olanlar bunu bilirlər, hiss edirlər. Və mən gördüm ki, məsələn mən bunu idarə edə bilmirəm. Yəni pis yaş və yaxud da ki, ortamda siz gərgin olun, stresli olun, mən anında öskürəcəm. Məsələn, mən öskürəcəm, mənim boğazım qıcıqlanacaq. Çünki məsələn siz gərginsiniz, anında mənə keçir o. Aydındır və o şeylərə qarşı dediyim kimi gizlətmirəm. Hətta yaxşı ki, yəni olduğu anda, yəni belə heç orada çox da belə maraqlanmıram ki, məsələn, ay mən burada mənə baxmasınlar və s. Çünki o anda bilirəm ki, onu çıxartmalıyam bədənimdən. Bu bədənimlə nə reaksiya verirsə, onda yəni anında qəbul edirəm və rahatlayıram bax. Məncə bu daha səmimi addımdır. Biz öyrəşmişik əslən robot kimi görünməyə, yəni hissiz olaq, hisslərimizi çox bəlli eləməyə. Mən çox uzun illər ilə yaşamışam və düşünmüşəm ki, bu da professional görünür həm işdə, amma işləyən də bir insanda, əslində duyğuları olan bir insan işləyir, robot işləmir. Ona görə orada da əslində yəni nəyisə göstərmək, tutaq ki, dediyiniz kimi əliniz titrəyirsə ya da həyəcanla səsiniz titrəyirsə, məsələn, bunlar da insana dair xas olan şeylərdir. Ona görə yəni ki, biz biraz bunlara çox ilişirik ki, onu göstərməyə, ifadə eləməyə, amma dediyimiz kimi çox faydalıdır əslində. Göstərməyə, çıxarmaq, nəinki içinizə atdı və sonradan onu heç nə olmamış kimi davranmaq. Çünki mən xatırlayıram ki, əvvəllər belə idi ki, ən səssiz qaldığım mövzular içimdə ən çox tufan qoparan mövzular idi və bu yəni sonradan yığılır və idarə edə bilməyəcəyim bir vulkana çevrilir. Ondan sonra vaxtında özümüzü olduğumuz kimi qəbul edib göstərməyə, utanmadan, çəkinmədən. Yəni bunu mən palyaqlardan öyrənmişəm, səmimi deyim. Yəni onlar çünki o qədər belə o şeydə belə çox direkt
ünsiyyətə üstünlük verən insanlardır ki, yəni onlar dərhal verirlər o reaksiyanı deyə. Və bizə məsələn ilkin zamanlarda biz çünki Azərbaycan biz belə biraz daha buna bir test var, orada göstərir. Buna bir indirect speech, yəni biz belə fırlanıb nəyisə deməyi sevirik, belə dolayı yollarla. Amma onlar məsələn direkt və bunu səni incitmək üçün və s. demir də. Yəni birbaşa sadəcə o həmin anda düşüncəsini deyir. Və mən ona məsələn onlardan öyrənmişəm ki, yəni bunu gizlətmək, nə bilim, burnumu axır, bizdə məsələn birinin burnu axsa, biz gizlənməyə yer axtarırıq ki, birdən mən burnumu silərəm, səs gələr, düzdür? Amma yəni siz çıxın Avropaya görəcəksiniz, yəni cəmaət burnu ilə nələr edir orada. Və yəni çox normaldır, çünki onu gizlətmir. Onunla bir ayrı stresi var. Onu da gizlətməyəcək, başım ağrıyır, gizlətməyəcək. Yəni onu gizlətmirlər deyə onlar məsələn daha yaxşı, daha rahatdılar bizdən. Biz amma çox belə sıxırıq ki, efor sərf edirik biz buna hamısını. Efor sərf edirik ki, məsəl üçün mənim indi əlim əsdi, mən efor sərf edirəm ki, ay bunu gizlətdim, izləyici məsələn görməsin ki, əlim əsdi. Amma əslində mən insanam, yəni mən bu şəkildə reaksiya verir. Nə bilim, məsəl üçün məndə tutaq üzümdə bir nöqtə çıxdı, mən YouTube çəkməyim 2 ay ki, məni elə görməsinlər. Amma mən insanam, bu məndə yaşandı. Mən bilirəm ki, bu nəyə görə oldu, düzdür? Və mən bunu edirəm. Yəni kim nə düşünər özü bilər, amma bunu edirəm, yəni içim də rahatdır. Əslində bir insanla bağ qurmağın da məncə bir yoludur ki, sən özünü nə qədər açıq göstərsən, qarşındakı insan da səninlə elə bağ qura bilər. Yəni nə qədər mükəmməl göstərsən, o qədər sanki biraz aranıza məsafə qoymuş olursan ki, baxın mən mükəmmələm, daha uzaqdayam məsələn. Bu da bizim təəssüf ki, nədənsə uşaqlıqdan bizə öyrədilən bir şey olub. Zamanla fərqindəliyimiz artdıqca özümüz dəyişməyə çalışırıq. Biraz dərin bir sualla gəlirəm. Bağışlaya bilmədiyiniz biri varmı və nəyə görə bağışlamaq üçün bir fərqindəlik seansı etməmisiniz? Kiminlə edim seans? Özümlə? Özünüzlə, yəni həmin insanı bağışlamaq üçün, əgər varsa elə biri. Yoxdur. Yəni doğrudan deyirəm, çox səmimi deyirəm, yoxdur. Yəni elə biri ki, mən məsələn onu bağışlamayım, ay nə bilim mən özümə. Yəni ümumiyyətlə bu tərz bir şeylərə heç özümə mən çox az seans etmişəm, düzün desəm. Onsuz da təlimlər və s. keçəndə təlimlərdə sizə seans edirlər. Yəni məndə də yəni nə olubsa orada olub. Yəni məsələn orada bəzən olurdu ki, mənim inci olduğum insanlar və s. yadıma tez-tez düşürdü. Amma sonrasında məsələn yavaş-yavaş yəni indi nə qədər istəsəm belə ki, məsələn oturum xatırlayım, bəlkə nəsə var tapa bilmirəm. Yəni ki bir çox belə sadəcə neytralam, başa düşürsünüz? Yəni amma bəlkə məsələn oturamda 3 il, 5 il əvvəl olsa deyərdim hə və s. Amma bu dəqiqə yəni elə bir şeyim yoxdur. Yəni çox neytralam ümumiyyətlə bir çox şeyə qarşı, bir çox insanlara qarşı. Çünki artıq qəbul etmişəm ki, məsəl üçün o onu belə eləməsəydi, mən bunu belə etməzdim, onda belə olmazdı. Yəni o məntiqi elə oturtmuşam ki zehnimdə. İstər-istəməz yəni kimdənsə inciyə bilmirəm artıq. Elə əslində dediyinizlə bağlı bir sualım var. Həyatınızı dəyişən o addımı atmasaydı, sizcə indi necə bir həyatınız olardı və sizcə o həyatda hal-hazırda xoşbəxt ola bilərdinizmi? Bu addım nədir soruşmayacağam, bəlkə çox özəl ola bilər və s. Açığı bilmirəm ki, mən çox dediyim kimi həmin o yaşlarımda çox belə addım atmışam deyə, səmimi desəm mən sizə konkret deyəmərəm ki, mənim həyatımı dəyişən addım bu addım olub. Yəni bəlkə nə ola bilər deyim, mən Amerikaya gedəcəkdim 2017-ci ildə, vizamı da almışdım. Ora getmədim. Bəlkə o məsəl üçün addım məni tamam başqa istiqamətə aparardı. Amma yəni düşünəndə 1-2 gün öncə də bunu danışdım. Dedim ki, yaxşı ki getməmişəm və o zaman da heç getmək içimdən gəlməmişdi. Yəni prosesi tam keçmişdim. Tam vizamı da alandan sonra dedim ki, getmək istəmirəm. Amma niyə getmək istəmədim? Məsələn, heç bilmirəm onu. Bəlkə ora getsəydim, bəlkə də o addım idi. Amma ondan bir il sonra məsələn Polşaya köçdüm. Və məsələn o addım bilmirəm, onu atsaydım onun sonu nə baş verərdi orada. Ondan bir elə indi fikirləşirəm məsələn bəzən, amma ki bilmirəm nə olardı. Amma məsələn indi baxıram deyirəm ki, yəni məmnunam etdiyim seçimdən də. Qalan da dediyim kimi o qədər çox mən belə fərqli addımlar atmış biriyəm ki, sizə məsələn bəlkə daha sakit həyat tərzi olan insanlar xatırlayar ki, bunu etdim falan vaxt, amma mən o qədər çox şey eləmişəm ki, bilmirəm məsələn hansı o mənim həyatımın trayektoriyasını tam dəyişdirib. Məncə elə o Amerika məsələsi, ardıca da Polşaya getdim, yəni tamam məncə həyat, hətta numerologiyada bir hesablama var, bilmirəm onu nə vaxtsa paylaşmışam yoxsa, o həyatınızın döngülərini göstərir ki, hansı döngüdə dəyişim olacaq və s. Məsələn, mənim o döngüm həmin o yaşımdır ki, Polşaya köçmüşəm həmin il, yəni o dəyişim döngüm və onunla da böyük ehtimal ki, qədər çizgimi dəyişmişəm məsələn.
Belə bir şey. Yəni əsas odur ki, indi özünüzü məmnun hiss edirsiniz. Məncə artıq başqa bir seçim eləsəydiniz necə hiss eləyəcəyinizi heç düşünməyə dəyməz. İndi biraz da peşmançılıqlardan bəlkə danışmalı. Hər şeydə soruşublar. Hər şey var suallarda, yəni həqiqətən də. Yanlış olduğunu bilə-bilə uzun müddət etməyə davam etdiyiniz bir şey varmı? Ya hazırda varmı? Bilirsiniz ki, bu səhvdir, amma israrla davam edirsiniz və yaxud da olubmu? Və olubsa da necə bitirmisiniz bunu? Olmağına olub 100% ki, o bayaq yenə qayıtdıq eyni yerə ki, yəni o yaşlarım görün necə keçibsə, yəni Siz o yaşlarda yoxdur da, içində yoxdur. Hər şey eləmişəm və peşmançılıq da açıq duymurdum. Dediyim kimi, yəni nəsə pis bir şey olsa belə deyirdim ki, təcrübədir və salam, bu da gəldi, keçdi. Bunu yəni o şəkildə görürdüm. İndi isə baxın, bir balaca daha fərqli baxıram məsələyə. İndi istənilən bir şey, əgər mənim bəzi dəyərlərim var, mənəvi dəyərlərim. İstənilən bir şey ona ziddirsə, fərqi yoxdur onun ucunda nə varsa, mən onun ardıca getmirəm ümumiyyətlə. Yəni istənilən bir şeydə, yəni çox kiçik bir şeydir. Ucunda çox qəşəng bir, nə bilim, pul var, o var, bu var. İçimdən gəlmirsə, yəni mən çox bu dəqiqə hədsiz dərəcədə içimdən gələn kimi yaşayıram. Yəni plan, proqram, onu belə deyim ki, belə olsun, yaşamıram. Çox içimdən gələn kimi yaşayıram və bəlkə də bu heç mənə ziyandır, bəlkə də heç məsəl üçün bu mənə bilmirəm strateji baxımından faydalı bir şey deyil, amma içimdən gələn kimi elə yaşayıram. Və ona görə də yəni peşmançılıq da duymuram, çünki o məsuliyyət götürmə məsələsi var da. Məsuliyyətini full götürürəm deyə peşmançılıq da duya bilmirəm, istəsəm də duya bilmirəm. Ona görə də mən nə etsəm, yəni nəsə itirsəm də, yəni olurdu oradan da, nə bilim pul tikisi olur, hər şey olur da. Amma yəni peşmançılıq duya bilmirəm, düzünü desəm, bilmirəm nəyə görə. Narsist olmuşam, mən nə olmuşam bilmirəm, amma peşmançılıq duya bilmirəm heç nə. Məncə o qərarı verənə qədər artıq çox düşünürsüz deyə. Sonradan o yanlış kimi görünsə belə artıq düşünürsüz ki, o an düz idi mənim üçün. O an məni yaxşı hiss elətdirdi. O an tək yol mənə düzgün yol təkcə bu görünürdü. Bəlkə də bu siz demiş həyatın məsuliyyətini götürməkdən gəlir. Çünki götürməyəndə artıq bir səbəb axtarsan. Ya bu səhv idi, bunu falan şeyə görə eləmişdim. Onlar mənə məcbur edirlər ki, bunu uzadım falan, amma biləndə ki, hər şey sənli idi, daha rahat olur onu qəbul eləmək. Məsuliyyət götürməkdəndir, yəni. Onu o qədər sizə demişəm, amma özüm də götürürəm, gördüyünüz kimi full götürürəm deyə peşman ola bilmirəm. Biraz azadlıqdan danışaq. Sizin üçün azadlıq nədir? Məsəl üçün istəmədiyiniz heç nəyə etməmək azadlıq sayırsınız, yoxsa istədiyiniz hər şeyi edə bilməyi? İstəmədiyim heç nəyi etməmək, yoxsa istədiyin hər şeyi edə bilmək. Hansı daha çox? Yəni sizə azadlıq deyəndə hansını çağrışdırır? İstədiyim hər şey deyəndə mən elə o qədər belə bir insan deyiləm deyə, yəni limitsiz, o belə, çünki var elə insanlar görürsüz, məsəl üçün bir yerə sığmırlar. Mən sanki daha evciləm. Ona görə yəni səmimi desəm, məncə mənə görə azadlıq o bir şeyi istəmirəmsə onu etməməkdir sadəcə. Yəni istədiklərimi etməkdənsə o istəmirəmsə etməmək daha mənə azadlıq kimi gəlir. Çünki istədiyim şeyləri zaten edirəm. Və onlar belə çox da belə həmişə eləyirdim. Həmişə eləyirdim, indi də eləyirəm deyə. Yəni mənim orada bir zehnimdə bir limit yoxdur. Dediyim kimi, amma indi bəlkə biraz daha strukturluyam. Amma doğrudan gənc yaşlarımda o yenə də qayıdırıq ora ki, mənə belə şey deyirdilər, inqilabçıdır. Çünki bizim nəsildə, kökdə, hər iki ailədə yəni hamı belə gedirdi, mən belə gedirdim. Hamının yəni heç vaxtı eyni yoldan getməmişəm deyə. Bəlkə o zaman çox daha azad ruhluydum deyə də düşünürəm. Yəni indi sanki biraz daha belə qəlibə oturmuşam. Mən qəlbə oturduğunuzu heç düşünmürəm. Yəqin ki, daha belə ağıllı. Çünki bilirsiniz necədir? Sadəcə daha düşünülmüş addımlar atırsınız da. Ki, o mənə bilirsiniz nəyə görə daha elə wow gəlir. Çünki o dönəmdə məsəl üçün mənim bir arxam, dayağım, heç bir formada bir dəstəyim yoxdur. Olsa belə mən istəmirəm deyə. Maddi, mənəvi heç nə yoxdur. Və ona görə də həmin o versiyalarımın etdiyi hər şey mənə bu dəqiqə wow gəlir və deyirəm ki, necə cəsarət edib, yəni məsələn, buna necə cəsarət edib. İndi amma çünki yəni istər-istəməz, yəni maddi, mənəvi ayaqlarım var deyə belə sanki daha rahatdayam da, daha komfortdayam deyə. İndi nə etsəm də mənə çox da belə riskli gəlmir. Amma o zaman üçün həqiqətən çox risklidir o etdiyim şeylər. Yəni niyə məsələn deyirəm ki, necə qorxmamışam, indi qorxaram. Deyirəm ki, necə risk etmişəm, indi etmərəm. Fikirləşirəm də oradan da. Və baxıram ki, yəni amma o eləyib məsələn. Yaxşı ki eləyib. Yaxşı ki eləyib əlbəttə ki, amma görürsüz demək ki, yaxşı ki hər dəfə eyni ağılda deyilik, yəni fərqli ağıllardayıq. Bir sual var, əslində məncə bunun cavabını aldıq, amma bəlkə əlavə eləmək istədiyiniz nəsə olar deyə soruşum. Elə bir hal olubmu ki, geri dönüşü olmayan bir addım atmısınız və istədiyiniz nəticəni almamısınız?
Yəni məncə bunun artıq cavabını verdim, yəni ki, həmişə çox hər olub, zaman çox olub, heç bir problem də yoxdur. Yəni yenə də ataram. Ümumiyyətlə geri dönülməyən yol məsələsini mən başa düşmürəm. Əslində Heç bir mənada yəni geri dönülməyən yol, girirəm bir yola, orada başqa variantlar var. Başa düşürəm. O sadəcə həyat trayektoriyam var. Görülməyən bəlkə. Amma yenə də Yəni yox, həyat trayektoriyamız dəyişə bilər, düzdür? Hə, başqa bir yol, amma orada da başqa bir yol var. Yəni mən bunu həmişə belə görürəm deyə geri məsələn bu addım atması, paralel versiyaları fikirləşmirəm düzünü desəm. Olduğum versiya nədirsə, həmin o versiyadan da davam edirəm, orada başlayıram yol axtarmağa. Məncə bunu hamı da elə yəni yaxşı ki edin. Çünki siz olduğunuz yerdən o zövq ala bilmirsinizsə və yaxud da ki olduğunuz yerin içərisində mübarizəyə davam etmək yerinə ancaq belə olmayan, bəlkə belə olsaydı belə olardı versiyalara çox ilişmisinizsə, orada artıq həyatı yaşaya bilmirsiniz yenə də. Son olaraq bu sual-cavabla bağlı əslində bir sualımız var. Amma bu çox cəsur bir addım idi. Heç tanımadığınız, ola bilər ki, heç tanımadığınız insanlar da qarşınızdakı və sizə hər cür sual verə bilərlər və biz bu sual-cavabı heç bir sual kəsmədən direkt çəkirik və paylaşırıq. Bu əslində bir cəsarət göstərişi idi və siz bu göstərişdən özünüzə nəyi sübut eləmək istədiniz və hansı fərqindəliyi qazandınız bu günün sonunda? Yəni bir özümə elə onu istədim ki, göstərim ki, sanki bu aralar çox rahatdayam və o bayaqki sanki o keçmiş versiyama göstərirəm ki, yəni məndə də bir şeylər qalıb da, yəni çünki dediyim kimi hə bilmirdim nə suallar çıxacaq və özümü biraz çətinə salmaq istədim düzünü desəm. Yəni istəmirəm ki, elə bir insan, elə bir image yaradım ki, sanki belə mən hər şeyi bilirəm, sanki belə yəni mən sizə daima belə ağıllı danışıram. Yəni istədim ki, biraz da belə bir real özüm də görüm. Çünki mən çox insan, mən dinləyirəm hamını, mən sual verirəm. Mənə çox nadir hallarda kimsə belə biraz didiləyir, nəsə tapır düzdür. Mənə bu maraqlı gəldi. Yəni elə bax bu fərqindəlik də məsələn danışdıqca da yenə də yadıma düşür və fərqindəliyimi elə orada qazanıram ki, deyirəm ki, məsəl üçün əvvəlki versiyalarım daha cəsarətli idi və s. Bəlkə də indiki versiyam da cəsarətlidir. Bilmirəm ki, məsələn yəqin ki bir 5 il sonra da baxacağam ki, ayda məsələn mən necə çıxmışam, ora gəlir çıxmazdım, necə filan şey orada demişəm, gərək deməzdim məsələn və s. Amma yəni bunu da etdim təcrübə üçün, yəni ki özümə bir şeylər yaşadıram sadəcə. Dünən də bir verilişdə qonaq idim. Orada da məndən əvvəl dedilər ki, bəs nə üçün də, yəni nədir məqsəd burada, nə bilim, daha çox kütləmi, daha çox insanmı və s. Dedim ki, yox, təcrübə qazanmağa gəlmişəm. Mənə maraqlıdır ki, burada siz necə çəkirsiniz verilişi verirəm, bunlar da baxırlar mənə. Dedim ki, mənə maraqlıdır ki, burada necə gedir proses, nə bilim, mən burada otursam görsən həyəcanlanar, yəni boya bir şey yaşayaramı, stresə girərəm. Hamısı maraqlıdır mənə. O da baxırlar ki, maraqlı. Əslində, yəni zaten bilirdik çox aktiv biri olduğumuzu, amma məsələn gənclik həyatımızda bu qədər çox addım atmış olduğumuzu məncə burada çox izləyici mənim kimi öyrəndi və bu çox yaxşı bir şeydir ki, bunları keçmiş birinin sizə bunu məsləhət görməyi daha insana, bəlkə də sizi tanımaq, daha yaxşı tanımaq bizə o cəhətdən önəmlidir ki, çünki çox tövsiyəvizi dinləyirik və bizə məntiqli gəldiyi üçün dinləyirik. Üstəlik bir də biləndə ki, bu insan bu yollardan keçib, daha ürəyimiz də rahat olur ki, bilən kişi danışır, bilən insandan biz tövsiyə alırıq. Çox sağ olun bu sual-cavab sessiyası üçün. Mənim də suallarım var idi, yəni zaten əlavə eləmişdim qarşılıq şəkildə. Və düşünürəm ki, yəni mən də artıq istədiyim cavabları bir növ özüm üçün bəlkə də bu suallar, öz suallarımı başqa vaxtda versəydim Aygün xanım cavablayırdı, amma istəyirdim ki, no name olsun, bilinməsin kimin sualıdır və elə sizdən cavabı alım, onların da cavabını aldım. Çox sağ olun hər şey üçün. Yaxşı ki, gəldiniz, yaxşı ki, bunu təşkil elədik. Növbəti videolarda görüşərik. Görüşənədik.